Salam əziz izləyicilər. Demək, OTK-nın 9-cu siniflər üçün təşkil etdiyi sınaq imtahanı sualların izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. PDF əldə etmək istəyənlər rəy bölməsindən Telegram kanalına daxil olaraq əldə edə bilərsiniz. Telegram kanalının demək linkini rəy bölməsinə yerləşdirəcəm. Demək, baxıram 31-ci sual. Demək, sual nətərdir? Kvadratlar fərqi 402 çıxılsın 398 vurulsun 402 üstəgəl 398 bölünsün 800. Bu da bərabərdir. Baxın, bunları toplayanda 800 eləyir mi? Daha doğrusu başlayın. Bunu toplayanda 800 eləyir. Bunu çıxanda nə qalır? 4 mü qalır? Bölünsün 800. Bunlar gedir. Qaldı 4. Cavab olmuş nə? 4A variantı. Demək, növbəti baxıram 32-yə. "60 dərəcəli mərkəzi bucağa uyğun dairə sektorun sahəsi 24 pi olarsa dairənin radiusunu tapın." Demək, sektorun sahəsi bərabər nə? Pi r kvadrat alfa bölü 360. Buradakı alfa onsuz da həmin sektora uyğun mərkəzi bucaqdır. Eyni zamanda həmin qövsün dərəcəsidir. İndi baxın, 60 dərəcə mərkəzi bucaq deyir bizə, düzdürmü? Demək, pi r kvadrat alfaya 60 dərəcə yazırıq. Bölü 360 bərabər olmalı nə? 24 piyə. Buradan pilər gedər. Buna bir qısa gedir, 6 qalır. R kvadrat çarpaz eləsəm 144, radius 12. Bizə dairənin radiusunu istəyir, cavab 12 olmuş olur. Şəkil olaraq da belədir də. Bu bizdə belə bir çevrədir. Bu mərkəzi bucaq bu hissə olsun. 60 dərəcəli mərkəzi bucaq elə bir ki, buna nəzər tutur. Bizim o tutudakı alfa da, baxın, bu qövsün elə bir ki, bu sektorun sahəsini istəyirsə, buradakı alfa eyni zamanda həm bu alfa deməkdir. Həm də burada o alfa. Eyni zamanda burada 60'da. Yəni buranı da versə, burada nədirsə o da eyni şeydir. Aparıb alfanı yine 60 yazırsan. Demək, növbəti baxıram 33'ə. 6'da 1 hissəsi dolu olan çənin boş qalan hissəsinin həcmi dolu hissəsinin həcmindən neçə dəfə çoxdur? Gəl belə götürək də. Bütöv çən x litr su tutur. Düzdürmü? Bunun dolu hissəsi, baxın, dolu hissəsi 6'da 1 x'tir. Onda boş hissəsi nə olacaq? 6'da 5 x olur da. Bütöv 6'da 6 eləməlidir. Məndə nə istəyir? Demək, çənin boş qalan hissəsi həcmi, dolu hissənin həcmindən neçə dəfə çoxdur. Demək, birinci boş gəlir. Demək, boşu bölürəm doluya. Bu da nə olur? Tərsinə vurulur. Bunlar gedir, bu da bundan gedir. Qaldı 5. 5 dəfə böyükdür D variantı. Yəni 5 dəfə çox olmuş olur. Baxıram 34'ə. Bu tip suallar çox görmüsünüz. Demək, A kvadrat üstəgəl B kvadratının əvəzinə müxtəsərin köməkçi tutularına görə belə bir şey yaza bilərik. İndi bizdə bura plus verildiyinə görə mən plusa görə yazıram. A plus B'nin kvadratı çıx 2AB. Bax, bunu biz A kvadrat üstəgəl B kvadratının əvəzinə yazırıq. Demək, A plus B bizə verilib 8. 8'in kvadratı 64. Çıxılsın 2AB. AB 3'dür. 2'ye vurdum 6. Bu da neçə eləyir? 70. 70 nə idi? 58 mi olur? Cavab 58 C variantı. Növbəti baxıram 35'ə. Hipotenuzu kök 21. Katitlərdən biri. Bir dənə düzbucaq, üçbucaq çəkim nədir? Hipotenuz kökdə 21. Katitlərdən biri kök 5 olan düzbucaq, üçbucağın digər katetin uzunluğunu tapın.
Suallar görürsünüz. Şöyle həqiqətən yəni sadə suallar. Yəni 9 imtahanda da yəni bundan çox da fərqli sual görməyəcəksiniz. Yəni bu tipdə suallar görəcəksiniz. Ona görə narahat olmayın, rahat olun. Qəşəng təkrarlayın, yaxşı olacaq inşallah. Demək a kvadrat üstəgəl kök 5'in kvadratı 5 bərabər kök 20, 1'in kvadratı 21. Buradan da a kvadrat bərabər 16'ya, a bərabər 4'ə. Digər katet istəyir. Cavab olur D variantı. Növbəti baxıram 36'ya. Kökdəki ədədinin kəsr hissəsi A ədədinə bərabərdir. Baxın, biz kəsr hissəni tapmaq üçün ilk olaraq bu ədədin tam hissəsini bilməliyik. Tam hissəni bilmək üçün bu harda yerləşdiyini bilməliyəm. Kökdəkidən təqribi çıxır 1,4 deyək. Onda belə çıxır ki, bizdə bu işarə tam işarəsidir. Bax, kökdəki. Bu belə bir işarə görəndə bilin ki, ədədin tam hissəsini istəyir. Bu ədədin tam hissəsi 1,4'ün solunda yerləşən ən böyük ədəd 1'dir. Demək, bunun tam hissəsi 1'dir. Gedirəm kəsr hissəyə. Bu işarə görəndə kəsr hissə olduğunu bildirir. Unutmayın. Yazıram ki, yəni görmüş olun. Bax, kəsr hissə nə idi? Verilən ədəddən, bax, verilən ədəd budur. Gedib bundan çıxmırsan. Verilən ədəddən çıxırsan. Verilən ədəddən tam hissəni çıxanda bizə verir kəsr hissəni. Sənə deyir ki, kəsr hissə A-ya bərabərdir. Demək, A bizdə kökdəki minus 1'dir. Bizdən nə istəyir? Bizdən 2 çıxılsın kökdə 2 bölünsün A minus 1'i istəyir. Baxın, 2 çıx kökdə 2'ni saxlayıram. Bundan işim yoxdur. Gəlirəm A'nın yerinə. Bax, kökdə 2 minus 1 yazıram. Oraya kökdə 2 minus 1 yazsam. Bax, A'nın yerinə kökdə 2 minus 1 çıx 1. Bu bizə nə verir? Məxrəc verir kökdə 2 çıx 2. Sürətə baxıram 2 minus kök 2. Məxrəc kökdə 2 minus 2. Sürətdə mənfini qarşı atıram, yerini dəyişərəm. Bunlar ixtisar gedər, qalar mənfi 1. Cavab D variantı. Demək, növbəti baxıram 37'yə. Baxın, kök 6 minus kökdə 2 vurulsun kökdə 3 plus 1. Baxın, burada ortak vuruq biz çıxara bilərik də, düzdürmü? Hər ikisində ortak nə var? Kökdə 2 var. Bax, kök 2'ni çıxartsam qalır kök 3 minus 1, kök 3 plus 1. Diqqət eləsək, bu bizdə kvadratlar fərqidir. Kök 3'ün kvadratı çıx 1'in kvadratı. Demək, kökdə 2 vurulsun kök 3'ün kvadratı 3 çıx 1. Bu da olur 2 kökdə 2. Yəni A variantı. Növbəti baxıram. Demək, 38'ə. ABC çoxluqları 3-cü təxəmi hissəyə uyğun ifadən müəyyən edin. Həmişə nə deyirdik? Həmişə baxırsan ki, burada bütöv ağ hissə nədir? C-dir. Demək, burada C dışlanıb da, bildin necə? Yəni dış C yoxdur. C iştirak eləməməlidir. Yəni C oradan çıxarılmalıdır. Ona baxıram ki, AB bütöv rənglənibsə, bu A ilə B-nin birləşməsidir. C nə olur? Çıxılır. Yəni fərqi. Vəssalam. A ilə B-nin birləşməsində olsun, C-də olmasın. Yəni ki, A variantı. Növbəti baxıram 39. Demək, bir dənə bizdə üçbucaq var. Bu olsun B, A, C. Bu da M-in. İndi qulaq. Deyir, M-in A-C'yə paraleldir. Bunu bildim. Deyir ki, bax, M-in bölünsün A-C 2 bölüşdür. Bura 2x'tir. Bura 3x'tir. Və B-ni bizə 4 verir. Məndən N-C'ni istəyir. Burada bir x yazıram. X yazmayaq, x yazmışıq. Bir A yazaq. Biz A-nı tapmalıyıq. Uşaqlar dedik ki, üçbucaqda daxilində hər hansı bir paralel düz xətt çəkilibsə, orada nə var? Oxşarlıq. Niyə? Məsələn, mən bura bir alfa yazsam, burada alfa olur. Niyə? 2 paralel düz xətt, 3-cü düz xətt kəsir. Orada əməl edən itilər bərabər. Məsələn, mən bura bir beta yazsam, burada bir beta olur. Artıq bura qamma hər iki üçbucağın bucağıdır. Həm böyük üçbucağın bucağı olur, həm bu kiçik üçbucağın bucağı olur. Artıq oxşarlıq olduğuna görə, yəni burada ABC, bax, üçbucaq ABC üçbucağı oxşardır, üçbucaq. Demək M, demək B haraydı, qammaydı da, hə. B, bir də N. Bu üçbucaqlar oxşardır. Artıq bunlar oxşardırsa, nisbətlər bərabərdir. Baxın,
Böyük üçbucaqdan başlayıram. Mesela bettanın qarşısı görsən boşdur. Yəni boşdur deyərkən yəni verilməyib də tərəf. Ona görə onunla getmənin bir mənası yoxdur. Və alfanın qarşısındakı tərəf bütöv böyük üçbucaq nəyə bərabərdir? A plus 4-ə. Bölünsün kiçik üçbucaqda alfanın qarşısı 4-ə nisbəti bərabərdir. Böyük üçbucaqdan başlamışam. Qammanın qarşısı böyük üçbucaqda 3x-in, kiçik üçbucaqda qammanın qarşısı 2x-ə nisbəti. Buradan x-lar gedər. Çarpaz eləsəm 2a üstəgəl 8 bərabər 12-yə, 2a bərabər 4-ə, a da bərabər 2-yə. Məndən də NC-ni istəyirdi. Ona da a yazmışam. Cavab olur 2 B variantı. Üzrü sayın E variantı. Növbəti baxıram 40-a. A və B hadisələri üçün Y böl Z nisbətini istəyir. Demək baxın. A-da deyir ki, baş verməsi ehtimalı 0,28. Demək PA, yəni A-nın ehtimalı da bu. Nədir? 0,28. Yəni %28. Baş verməməsi ehtimalı Y. Bu belə. Sonra B-də baş vermə ehtimalı X-dir. Baş verməməsi ehtimalı 0,76'dır. Bu olması. Bu da olmaması. Ümumiyyətlə yadda saxlayın ki, ehtimal, məsələn, baş verməsi hadisəsinin ehtimalı ilə verməməsinin ehtimallarının cəmi həmişə 1 olmalıdır. Məsələn, tutalım ki, belə düşün də. Məsələn ki, deyirəm ki, 2 dənə qırmızı daş var. Məsəl üçün, 4 dənə də qara daş var. Elə. Deyirəm ki, qırmızının çıxma ehtimalı nə deyirsən mənə? Qırmızının çıxma ehtimalı 6'da 2'dir. Onda yaxşı. 2 qırmızı demişəm də, yəni ki, 2 qırmızı, tam 4 qara dedim də, məsəl üçün. Qırmızının çıxma ehtimalı 6'da 2 deyil. Onda qaranın çıxma ehtimalı nədir? 6'da 4. Görsən, bunların cəmi 1 eləyir. Demək, bu qırmızının çıxma ehtimalıdır. Bu qırmızının çıxmama ehtimalıdır. Yəni, bu olmasıdır. Bu da olmaması. Başa düşdün? Ona görə olma ilə olmamanın cəmi həmişə bizə 1 verməlidir. Yəni, Y ilə %28'in cəmi bizə 1 verməlidir. Onda Y nə olmalıdır? %72. Sonra X ilə %76'nın cəmi bizə 1 verməlidir. Onda X olmalıdır nə? %24. Bizdən nə istəyir şərtdə? Y böl Z yazmışam orada. Z deyil, X-dir. Yaxşı görməmişim. Y böl X istəyir. Yəni %72'ni X-a bölməm lazım. O da vurulur tərsinə. Bunlar gedir. 72'ni 24'ə böl 3 düşür. Cavab 3 D variantı. Demək, növbəti baxıram 41'ə. 41'də bizdən nə istəyir? Deyir 3 çıxılsın 12 minus A kvadrat. Sualları görürsünüz aşağı. Yəni ki, sualları 25 gəlməlidir məncə. Bu kvadrat fərqi deyil. Bu normaldir. 1 minus 2A, 1 plus 2A. Bu qədər. Sən vuruqlar ayrı deyir. 3 vurulsun 1 minus 2A, 1 plus 2A. Oldu nə? D variantı. Növbəti baxıram 42'yə. Demək, 42'də ədədi üçün doğru ifadə müəyyən edin. İlk olaraq bunu belə eləyək. Buranın mərtəbə vahidinin ayrılışını yazsam, təklik, onluq, yüzlük. Demək, A yüzlükdədir də. Yazıram 100A. Üstəgəl 10B, üstəgəl C. Üstəgəl. B, A, B-ni nə yazıram? Yazıram 100B. Üstəgəl 10A. Üstəgəl B. C, C, A-nı nə yazıram? 100C. Üstəgəl 10C, üstəgəl A. Demək, buradan da görürəm ki, A 100A, 10A, 1A. Bu oldu 111A. Üstəgəl. Eyni şəkildə 10B, 100B, B. 111B, 111C. Buradan 111 ortaq vuruq çıxarsa, olacaq bu şəkildə. Demək, biz buna baxıb nə düşünürük? Bu tip sual səhv etməmsə topluda olmalıdır. Topluda güvəndə var desən. Topluda desən. Baxın, 111 nə deməkdir?
111 3 vur 37 deməkdir. Vur A plus B plus C. Baxın, vuruqlardan biri 3-dürsə, bu ədəd 3-ə qalxsız bölünür. Bax, 3 doğrudur. Sonra vuruqlardan biri 37-dirsə, bu ədəd 37-yə tam bölünür. Ona görə burada doğru olan 2 və 3 C variantı. Növbəti baxıram 43-ə. Bir üzünün diagonalı 4 kökü olan kubun yan səthinin sahəsi. Bu sual keçən dəfə də düşmüşdü sınağa. Baxın, kubda hər bir üz dedik ki, nədir? Kvadratdır. Düzdürmü? İndi bir üzün diagonalı deyirsə 4 kök 2-dirsə, onda til nə olur? 4 olur. Çünki bərabər yanı düz bucaqlı, üç bucaqda hipotenuz katetdən kökdə 2 dəfə böyükdür. Pifagorla da tapa bilərsən. İndi yan səthinin sahəsi. Kubun orada deyəsən, digər əvvəlki sınaqda səthinin sahəsi deyirdi. Səthinin sahəsi, tam səthinin sahəsi eyni şeydir. 6 kvadrat. Amma mənə burada S yan deyir. S yan nə deməlidir? Yan üzün. Belə bir ki, o otaqdasan, otağın yan divarların sahəsi demək istəyir də. Yəni divarların sahəsi. Bu da nə olacaq? 4A kvadrat. Demək 4 vurulsun. Tərəf A'dır. Kvadratı 16. Vurdun 64. Yəni A variantı. Növbəti baxıram 44-ə. 60 ədədinin 60% A ədədinə. Demək A ədədi nəymiş? 60-ın 60%. 60'ı vurdum 60'a böldüm 100'ə. Bu elə də 36. 80 ədədin 80% B ədədinə bərabərdir. 80'in 80% B'yə bərabər 64. Sənə kökdə A plus B'ni istəyir. A 36'dır. B 64'dür. Topladım 100. Kök aldım 10. A variantı. Növbəti baxıram 45'ə. Tənliklər sistemindən X plus Y cəmini soruşur. Demək toplasam 5, 2. İşmə yaramaz. Birinci tənliyi 3'ə vururam. Birinci tənliyi 3'ə vursam 9x çıxılsın 3y bərabər nəyə? 9'a. İkinci tənliyi olduğu kimi saxlayıram. Yuxarı aşağı toplasam 3y gedər. 11x bərabər 22'yə. X bərabər 2'yə. X 2 olduğunu gördüm. Mesela burada x'in yerine 2 yazsam. 2'ni 2'ye vurdum 4 üstə gəl 3y bərabər 13'ə. 3y bərabər 9'a. Y bərabər 3'ə. Bizə x plus y cəmini istəyir. 2 üstə gəl 3 olacaq 5. Cavab A variantı. Növbəti baxıram 46. Kvadrat tənlinin kökləri x1, x2 olarsa, yəni inşallah sualların həqiqətən çox normal suallardır. Yəni qəşəng yazmalısınız. İnşallah ki 9'a da belə düşsün. Düşəcək də, yəni narahat olmayın. Baxın, Viyetə görə x1, x2 görən kimi ağlıma viyet gəlir. Köklərin cəmi 6, hasili 4. Baxın, məndə nə istəyir? x1 üstə gəl x2 bölünsün kökdə x1, x2. Köklərin cəmi 6'dır. Yazıram sürədə 6. Köklərin hasili 4'dür. Kökdə 4. 6 böl 2 oldu 3. Kök 4'dən 2 çıxırdı. Cavab 3. O demək 46'nın cavabı 3 olmuş oldu. Növbəti baxıram 47'yə. Demək 47'də nə istəyir bizdən? ABC natural ədədləri üçün baxın A böl B 2 böl 3'dür. A'ya yazıram 2K, B'ye yazıram 3K. B böl C 4 böl 5'dir. B'ye yazıram 4K, C'ye yazıram 5K. Bu tip suallar yəni çox görmüsünüz. Baxın, biz burada nəyə diqqət edirdik? Eyni ədəddir. Baxın, sol tərəflər bərabər, amma sağ tərəflər fərqlidir. Mən bunları eyniləşdirməliyəm. Necə? 3 ilə 4'ə əkök tapıram. Neçə edir? 12. Baxın, bunu nəyə vursam 12 edir? 4'ə. Bunu 4'ə vururamsa, bunu da 4'ə vurmalıyam ki, A ilə B'nin nisbəti dəyişməsin. Elə ki, belə düşün də. Məsələ 2K bölü 3K deyil. Sürət, məsələn, məxrəci 4'ə vururamsa, sürət də 4'ə vurmalıyam ki, qiymət dəyişməsin. Aydındır. Demək, 4'ə vuranda bu olur 12K. 4'ə vuranda bu olur 8K. Burada nəyə vuran 12'dir? 3'ə. 3'ə vurdum 12K. 3'ə vurdum 15K. Belə. Bizdən də A plus B plus C'nin ən kiçik qiymətini istəyir. Demək, A 8K'dır. B 12K'dır. C 15K'dır.
Baxın, ən kiçik qiymət deyirsək, K burada təbii ki daxildir nəyə? Natural ədədlərə. Natural ala biləcək ən kiçik qiymət 1-dir. Bu neçə eləyir? 35 mi eləyir? 35K. Ən kiçik qiymət dediyinə görə K'ya 1 yazıram. Ən kiçik 35 olur. 35 cavabımızdır. Növbəti baxıram 48. Demə x kvadrat çıxılsın 11 kiçikdir 0. Bərabəsinin ən böyük tam həlli. Demiş ki kvadrat bərabərlik gördünsə mütləq vuruqlara ayır. Kvadratda fərqimi yaza bilərəm də. İntervalda kökləri nəzərə alıram. Mənfi kökdə 11, müsbət kökdə 11. Kök 11-dən təqribən neçə çıxır? 3 tam neçə? Elə ki bu mənfi 3 tam onda 2 də tam. Solda mənfi 4 versən, bura mənfi, bura mənfi, buranda müsbət. Məsələ 0 versəm mənfi, müsbət, mənfi. 4 versəm hər ikisi müsbət olur. Bizə 0-dan kiçik aralıq lazım olduğuna görə mənfi kökdə 11-dən kökdə 11-ə. Yəni topluda bu suallardan var. İndi artıq kök 11 nə deməkdir? Elə ki mənfi 3 tam onda 2 deyə, 3 deyə fərqi yoxdur. Bu da 3 tam onda 2. İndi bu arada yerləşən ən böyük tam həll 3 olmuş olmur. Cavab olur 3. Baxın, mənfi 3 onda 2 ilə 3 onda 2-nin arasında ən böyük tam ədəd 3 olur. Növbəti baxıram 49-a. Deyir alfa, bura varsa. Bax, alfa bərabərdir 32 üstəgəl 4 n. Bax, bu dərəcədir, özdə deyir itidir. N'in ən böyük qiyməti. Biz bilirik ki, iti bucaq, yəni alfa 90-dan kiçik, 0-dan böyükdür. Yəni 0-90 arasında yerləşən bütün bucaqlar itidir. Ona görə alfanın yerinə yazıram 32 üstəgəl 4n. 90-dan kiçik, 0-dan böyükdür. Hər tərəfdən 32-ni çıxıram. Mənfi 32 kiçikdir 4n. Kiçikdir, neçə olur? 58 mi olur? 90'dan 32 çıxanda 58. Hər tərəfi 4-ə bölürəm. Mənfi 8 kiçikdir n. 58'i 4'ə böləndə düşür 14 tam, demək 56, 4'də 2. İndi sənə n'in ən böyük tam qiymət dediyinə görə 14 olur. Çünki 14 tam 4'də 2-dən kiçik ən böyük ədəd 14 olmuş olur. Cavab 14. Növbəti baxıram 51'ə. A parametrin hansı qiymətində n bərabərdir 4 vurulsun 21 üstü A ədədin 18 sadə vuruğu var. Baxın, biz sadə vuruqdan danışmamız üçün ilk olaraq bunun əsasları sadə ədəd olmalıdır. 4'ü yazıram 2'nin kvadratı. 21 3 vur 7'dir və qüvvətdə A var. Buradan da artıq olur 2'nin kvadratı vur 3 üstü A 7 üstü A. Baxın, bizim əsaslarımız artıq sadə ədəddirsə, biz sadə vuruqdan, sadə böləndən, natural böləndən sayından və s. danışa bilərik. Baxın, mən bunu artıq sadə vuruqların qüvvəti şəklində göstərdiyimə görə sadə vuruğu biz necə tapırdıq? Qüvvətlərin cəmi bizə sadə vuruğu verir. Qüvvətləri toplayıram. 2 üstəgəl A üstəgəl A olmalıdır 18. 2A bərabərdir 16'ya. A bərabərdir 8'ə. İndi A'nı istəyir. Cavab olur 8. Növbəti baxıram 51'ə. Daha doğrusu bu neçədir? Bu 51. Bu neçədir? Ha, bu 50'dir. Mən səhv yazmışam. Üzr istəyirəm, bu 50'dir. Demək 50'də 8'dir cavab. Baxıram 51'ə. Yəni imtahana da bu tipdə düşür çevrənin tənliyi. Yəni, bunları öyrənmək lazımdır, yaxşı bilmək lazımdır. Sadə bir şeydir. Tənliyi ilə verilmiş çevrənin mərkəzinin koordinatlarını cəmi. Baxın, biz birincisi çevrənin tənliyinin üstünlüyünü bilək. Nə formada olmalıdır çevrənin tənliyi? Baxın, bu şəkildə. İndi bax, mənə verilən bu tənliyi bu şəkilmə salmam lazım. Onu necə edirsən? Bax, x kvadrat üstəgəl 6x üstəgəl y kvadrat çıx 12y çıx 4 bərabər 0'dır. Düzdürmü? Düz yazdım mı? Bəli. Bax, nəyin kvadrat x kvadrat edir? X'in. Demək ki, bu şəklə salıram da. Demək, birincinin kvadratı var. Birinci vur ikinci. Daha sonra birinci vur ikimizdə 2x. 2x'i nəyə vursam 6x eləyir. Müsbət 3'ə. Davam elə üstəgəl. Nəyin kvadrat y kvadrat eləyir? Y-in. Y vurdum 2'yə 2y. 2y nəyə vursam mənfi 12y eləyər. Mənfi 6'ya.
İndi bax. Birincinin kvadratı var, ikimisi var. Buradan 9 çıxdı. Birincinin kvadratı var, ikimisi var. Buradan 36 çıxdı. 9 ile 36 45 eləyir. Amma burada mənfi 4'dür. Ona görə mən çölə mənfi 49 yazmalıyam ki, buradan çıxan 45 ilə 49'u çıxanda mənfi 4 qalsın. Bu bərabər 0'a. Buradan artıq x plus 3'ün kvadratı, y minus 6'nın kvadratı bərabər nəyə? 49'a. Baxın, çevrənin tənliyinin formasını saldıq mı? Bəli. Mərkəzin koordinatları həmişə buranın 0 ilə qiymətlər götür ki, karıxma. Və 0 ilə qiymət a mənfi 3 olmalıdır. Həqiqətində gətir a-ya mənfi 3 yaz. Görürsən ki, plus 3 olur. B-də 6'dır. Radiusda r kvadrat 49'dursa radiusda 7'dir. Artıq sən bu şəkildə yazından sonra istənilən şərti tapa bilərsən. Mənə mərkəzinin koordinatları cəmi deyir. Mərkəzin koordinatları AB-dir. Onların cəmini istəyir. Cavab 3 olur. 51'də. Növbəti baxıram 52'yə. Həsənin 13, Yusufin isə 7 yaşı var. Bax, Həsənin 13. Demək, Yusufin yeni nəqinə qoydum. Göz düzəltdim. Nəsə bu yaxşıdır. Yusufin 7 yaşı var. Deyir, neçə ildən sonra Həsənin yaşı Yusufin yaşından 1,5 dəfə çoxalır. Bax, neçə il keçib hər ikisi üçün? Hər ikisi üçün x il keçib. Məsələn, x ildən sonra Həsən olur 13 plus x. İkisi də böyüyür da. Elə deyirəm, bu mesela 5 yıl sonra bu 18 olsun, bu 7 qalsın. Yəni, mümkün deyil də. Hər ikisi 5 yaş böyüyür. Mesela bilmirəm, x il. X ildən sonra Həsənin bu qədər yaşı olur. Yusufin bu qədər yaşı olur. İndi mənə deyir ki, neçə ildən sonra Həsənin yaşı bu Yusufin yaşından 1,5 dəfə çoxdur. Yəni, biz yaşı kiçik olanı 1,5'e vursam, yaşı böyük olana bərabər olmalıdır. Çünki bundan 1,5 dəfə çoxdursa, biz yaşı kiçik olanı 1,5'e vurmalıyıq ki, buna bərabər olsun. Və buradan vurub açsam, olur nə? 10,5 üstəgəl 1,5x bərabər 13 üstəgəl x. 1,5'dən x çıxanda qalır 0,5x bərabər 13'dən çıxıram 10,5'i. Bu da olur nə? 2,5 mi olur? Bəli. X də bərabər nəyə? 5'e. Neçə ildən sonra? 5 ildən sonra. İnan ki, təxmini bayaq 5 demişdim. Həqiqdən cavab 5 gəldi. Yəni, suala bir yerdə baxırıq. Yəni, əvvəldən baxmamışam suala. Bu belə. Növbəti baxıram 53'ə. Ordinat oxunu 0,23 nöqtəsində kəsən y bərabər ax kvadrat üstəgəl bx üstəgəl c funksiyasının qrafikinin təpə nöqtəsinin koordinatları. Yəni, təpə nöqtənin koordinatı nə idi? M-dir də. M 3'ə bərabərdir. N isə 5'ə bərabərdir. A-B fərqini tapın. Uşaqlar, ümumiyyət demiş ki, bax, parabolada kvadrat funksiya y-i kəsən nöqtə həmişə c-dir. Niyə? Çünki y-i kəssə x-i 0 getdi. X-i 0 getdi, y bərabər c oldu. İndi ona görə ordinat oxunu 0,23 nöqtəsində kəsirsə, bax, x-a 0 versəm, bula gedəcək, y 23 olur. Bax, c-nin buradan 23 olduğunu gördüm. Onda belə çıxır ki, bizim funksiyamız hələ ki bu şəkildə düşdü. İndi qulaq, m 3'dür. M-in tüstürü nə idi? M-in tüstürü təpə nöqtədə. Mənfi b bölü 2'ye. Uşaqlar, bax, yadınızda saxlayın ki, imtahanda təpə nöqtələ bağlı sual olur. %90 olur. Ona görə yaxşı öyrənmək lazımdır təpə nöqtə məsələlərini. Bu belə. İndi bax, artıq biz bir dəqiqə. Demək, biz nə etməliyik? M-in tüstürü nədir? Mənfi b bölü 2'ye. Bax, M-in tüstürünü burada tətbiq edirəm. Elə b-dir. Demək, mənfi b bölünsün 2a bərabər olmalı nəyə? 3'ə. Buradan alıram ki, b bərabər nəyə? Mənfi 6a-ya. Bildinizdə yəqin ki, niyə? Bax, çarpaz eləsəm, mənfi b 6a olur. Onda b nə oldu? Mənfi 6. Bunu qoyacaq, sağ cibimizdə qalsın. Davam edirik. N-in tüstürü 4ac. Bax, 4ac. C artıq bizdə nədir? 23 olduğunu bayaq qeyd elədik. Bax, C-yə burada 23 yazsam, 4'ü 23'e vursam eləcək 92. 4a vur 23 oldu 92a çıxılsın b kvadrat bölünsün 4a
bərabər nəyə? 5'ə. Buradan çarpacaqsı eləsəm 92a çıxılsın b kvadrat bərabər nəyə? 20a'ya. Buradan da 92'dən 20 çıxanda qalır 72a çıxılsın b kvadrat bərabər 0'a. Baxın b nəyə bərabərdir? -6. Burada b-ni yerinə -6 yazıram. 72a çıxılsın 36a kvadrat bərabər 0'a. Buradan da 36a'nı ortaq çıxartsam 2 minus a bərabər 0 olur. Buradan 36a bərabər 0 olanda a 0. 2 minus a 0 olanda a 2. Təbii ki a'nı 0 yox 2 götürməliyik. Niyə? Mən a'nı 0 götürsəm bu kvadrat funksiyadan çıxarmış olur. Yəni kvadrat funksiya olmur. Kvadrat funksiya deyilsə mən təpə nöqtədən danışa bilmərəm. Aydındır? Ona görə a'nı 0 yox a'nı 2 götürməliyəm. Baxın a 2'dir. Burada gətirib nəzərə alsam onda b nə olur? -12 olur. Düzdürmü? Bizdən a minus b'ni istəyir. A çıxılsın b. a 2'dir. Çıxılsın -12. Bu da üstə gəlir 12, 14 olmuş olur. Cavab 14 olur. Növbəti baxıram 54'ə. Qoy çevrəni burada çəkim. Demək bu bizdə çevrəmiz. Bu mərkəz O'dur. Bu da belə. Baxın, burada nə deyir mənə? Bura C'dir. Bura E. Bura O. Bura D. Bura B. Bura A. E. N. Qurtarmayan nöqtələr. Baxın, AB bizdə neçədir? AB bizdə 6'dır. B'də neçədir? B'də 3'dür. CE neçədir? CE. CE də 3'dür. Baxın, NY bərabərdir MY'yə. Olsun. MN parçasının uzunluğunu istəyir məndən. İndi qulaq as. Bax, burada neyinsə? Burada 2 dənə qayda gedirsən. Bir toxunan, bir kəsən. Bir dəfə bax, bu qaydaya bax. İndi qulaq as. Toxunan və kəsən qaydası nədir? Toxunanın kvadratı, bax, 6'nın kvadratı bərabərdir. Bax, çöldə qalan hissə 3, vurulsun ümumi hissə. Baxın, y'də 1x yazıram. Ümumi hissə nə olacaq? Ümumi hissə bax, buradan bura topla. Nə qədər edir? 6 plus x eləmir. Buradan alıram ki 6 üstə gəl x bərabərdir 36'nı 3'ə böl 12'yə. Onda x nə oldu? 6 oldu. Bax, x oldu 6. İndi sən neynirsən? Bax, indi neynirsən? İndi belə baxsan, vətənlərin kəsişmə xassəsinə kimi baxırsan. Elə ki, bura bir a'dır, burada bir a'dır. Vətənlər kəsişəndə nə olur? Ayrılmış hissələrin hasili bərabərdir. Yəni a'nı a'ya vururam. A kvadrat bərabərdir. 3'ü vururam nəyə? 6'ya. Olur 18. A kvadrat 18. A 3 kökdə 2. Səndən MN'i istəyir. Uşaqlar MN 2A'dır. A 3 kökdə 2'dirsə 2'yə vurdum 6 kökdə 2. Uşaqlar bunlar ətraflı tələb olunan suallardır. Ətraflı tələb olunan suallarda yəni belə cavablar ala bilərsən. Yəni narahat olma. Amma düzgünlüyünə əmin ol da. Yəni ağzına gələni yazma ora. Demək növbəti baxıram 55'ə. 55'də nə istəyir bizdən? Bütün diagonal sayı 9. Diagonal sayı tutur n vur n minus 3 bölü 2'dir. Bu 9'dur. Buradan n kvadrat çıx 3n bərabər 18. Çarpaz elədim. N kvadrat çıx 3n çıx 18 bərabər 0. Toplayanda müsbət 3, oranda -18. Müsbət 6 ilə -3 olur. Hasil -18. Toplayanda müsbət 3 olmalıdır. Təbii ki, say məsələsidir. Müsbət götürürəm. Düzgün çokran bir daxili bucağını tap. Baxın, bir daxili bucağını tapmaq üçün mən ilk olaraq bir xarici bucağını tapıram. 360'ı bölürəm tərəflərin sayına. Onda bir xarici bucaq 60 dərəcədir. Dedik ki, daxili bucaqla xarici bucağın cəmi 180'dir. Ona görə bir daxili bucağı tapmaq üçün 180'dən çıxıran bir xarici bucağı olur 120. Yəni gedib o bir xarici bucağın tüstününü yerinə qoymağa ehtiyac yoxdur. Cavab olur 120 dərəcə. Demək, bu da sonuncu sual idi. Sağ olun, hər birinizə uğurlar. Yəni birinci zonada iştirak edən şagirdlərə də uğurlar arzulayıram.
Elə hamısına. İnşallah yaxşı olar. Allah əziyyətinizi yerdə qoymayacaq. Ondan əminəm. Sadəcə əziyyət çəkmək lazımdır. Sağ olun, görüşərik.